Hər vaxtınız xeyirli olsun, mən tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 31-i, həftənin çərşənbə günü son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Baş Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq var. O xəbərdarlıqda qeyd olunur ki, bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır. Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədi ilə Respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izah edici söhbətlər aparılır. Qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir. Qeyd olunur ki, küləkli hava xüsusilə iki təkərli və o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi, aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə yük daşıma, eləcə də iki təkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırma xidmət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir. Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir. Onlara təhlükəsiz yol arzulayırıq deyə Yol Polisi İdarəsinin məlumatında qeyd olunur.